İmam Sadiq deyir, özünüzü başqalarına müqayisə edib üstün bir söz təkəbbürlərdən olarsınız. Hə, indi ola bilər elmdə çoxam səndən, mümkündür. Yalandan deyim, yox, səndən çox bilmirəm. Misal, hə, bir nəfər deyə bilər də bunu. Bilir də, məsələn, bundan çox bilir. Ya məsələn, biri güclüdür, idmançıdır, Olimpiya çempionu. Gələ bir dənə zəif deyir, yox, sən məndən güclüsən. Boş söhbət, güclüdür də bu. Amma bu güc, bu elm mənim üstün olmağımın əlaməti, nişanəsidir, meyarıdır? Yox. Ola bilər sənin elə bir xüsusiyyətin var ki, o səni Allahın gözündən düşürdü, amma qarşı tərəfdə o yoxdur. Bir pilə də mövzunu qaldıra bilərəm yuxarılara. Məsələn, peyğəmbərlər bilirdilər də üstündür bəşəriyyətdən. Məsələn, onlar necə həll edirdilər? Onlar onlarda olanı Allahınki bilirdilər. Özlərini əliboş bilirdilər. Övliyalar, Allah dostları da bilir ki, bunun deyil, bunda olanlar, onundur. Nəyə təkəbbürlük? Bu hala düşəndə Allah izzəti verir. Allah bu yandan izzət verir, bu da o yandan təvazusu var. Hər şey gəl oturdu yerinə artıq.